Hər bir trader ticarət eləməyə başlayanda insana xas olan bütün hissləri söndürməyə bacarmalıdır. Yəni, nə zərər edəndə qəzəblənməlidir, nə də qazananda sevinməlidir. Bu, biraz çətindir, vaxt lazım olur, amma yəni, təcrübə ilə insan bu hissləri özündə formalaşdıra bilir. Yəni, bir trader sırf cansız bir maşına çevrilməlidir. Bunun üçün nə etməlidir trader? İlk növbədə əməliyyat açarkən məbləği deyil, hədəfi düşünməlidir. Yəni, bir analiz eləyir və düşünür ki, qiymət bu vəziyyətdə yerdə, bu səviyyədən dönüb yüksələcək. Məsələn, 5%, 3%, 10% fərq eləmir. Traderin marağında məbləğ deyil, qazanc deyil, hədəfə gedib çatıb çatmayacağıdır. Bu halda trader istəsəz də, istəməsəz də məbləği düşünmədiyi üçün riskləri artırmır. Yəni, nə çiyinləri artıracaq, nə də balansın böyük hissəsini istifadə eləməyəcək. Maraq, hədəf olduğu üçün, yəni az bir məbləğlə, yəni belə deyək, onu incitməyəcək qədər, zərər etdiyində onu incitməyəcək qədər bir məbləğ götürür və onunla əməliyyat açır. Belə vəziyyətdə əməliyyatda oturmaq da rahat olur. Yəni, qiymətin yuxarı-aşağı dalğalanmalarında traderin psixologiyası oynamır, yəni psixologiyası pozulmur. Siz ticarətə bir də belə yanaşın, fərqi hiss edəcəksiniz.